Bismillahirrahmanirrahim. Qədir Dəryasından 40-cı verilişindən hər birinizi salamlayıram. Biz bu verilişimizdə əziz Peyğəmbərimizin Qədir xütbəsindən 40 incini, yəni 40 cümləni oxuyub siz əziz tamaşaçılarla bölüşəcəyik. Birinci inci və birinci cümlə əziz Peyğəmbərimiz Həzrəti Əli əleyhissalamın vilayəti və imaməti haqqında buyurur. Ənəhu la ilahə illahu qad a'ləməni in ləm ubəlliğ ma ənzələ iləyyə fi haqqi aliyyin fəma bəlləğtu risalətəh. أنه لا إله إلا هو قد أعلمني إن لم أبلغ ما أنزل إلي في حق علي فما بلغت رسالته. Əziz Peyğəmbərimiz Allahın vəhdaniyyətinə şəhadət verdikdən sonra belə buyurur. Həqiqətən Allahım mənə xəbərdarlıq edərək belə buyurdu ki, əgər Həzrəti Əli əleyhissalamın haqqında nazil olanı təbliğ etməsəm, fəma bəlləğtu risalətəh, Allahın risalətini çatdırmamışam. Qədir xütbəsinin bu cümləsinə aid bir neçə məsələni sizin nəzərinizə çatdırmaq istəyirəm. Əvvəlki məsələ budur ki, əziz Peyğəmbərimizə Allah Taala harada və hansı ayənin vasitəsilə xəbərdarlıq etdi ki, Həzrəti Əli əleyhissalamın haqqında nazil olan məsələni insanlara çatdırsınlar. İslam tarixində sabit olmuş məsələlərdən biridir ki, Qədirxum çölündə Allahın vəhiy mələki Həzrəti Cəbrail əleyhissalam nazil olaraq əziz Peyğəmbərimizə buyurdu. Yə əyyuhər rəsul, bəlliğ ma unzilə iləykə min Rabbik, fə in ləm təfəl, fəma bəlləğtə risalətəh, vəllahu yəsimuka minənnas. Ey Allahın Rəsulu, Allah tərəfindən nazil olanı insanlara çatdır yinə. Əgər çatdırmasan, Allahın risalətini həyata keçirməmisən. Və bunu da bil ki, qorxma və Allah Taala səni insanlardan qoruyacaqdır. Bəs buna əsasən Qədirxum çölündə Maidə surəsinin 67-ci ayəsinə əsasən Allah tərəfindən Peyğəmbərimizə xəbərdarlıq olunur ki, Həzrəti Əli əleyhissalamın haqqında nazil olanı insanlara çatdırsın. Həzrəti Rəsul-i Əkrəm sallallahu aleyhi və aleyhi və səlləm həqiqətdə Qədir xütbəsinin bu cümləsi ilə Maidə surəsinin 67-ci ayəsini təfsir edir. Biz adətən bu ayəni oxuyanda ibhamlı şəkildə deyirik ki, Allah Taala ki, əziz Peyğəmbərimizə buyurur, Allah tərəfindən sənə nazil olan insanlara çatdır. Bu nə barədədir? Hansı məmuriyyəti idi ki, önəmli olaraq Qədirxum çölündə Peyğəmbərə nazil oldu və Peyğəmbərə xəbərdarlıq edərək buyurdu ki, gərək çatdırasan. Əziz Peyğəmbərimiz Qədir xütbəsində buyurur ki, ənzələ iləyyə fi haqqi aliyyin, Allah tərəfindən mənə nazil olan Həzrəti Əli əleyhissalamın haqqındadır. Maidə surəsinin 67-ci ayəsinə əsasən Allah tərəfindən Peyğəmbərə əmr olunur ki, Həzrəti Əli əleyhissalamın imamət və vilayətini insanlara çatdırsın. Bu birinci məsələ. İkinci məsələ də bundan ibarətdir ki, Peyğəmbərin buyurduğuna əsasən bu Allahın bir göstərişi idi ki, Həzrəti Əli əleyhissalamın imamətini insanlara çatdırsın. Nəinki Həzrəti Əli əleyhissalam Peyğəmbərin damadı olduğu üçün, bəlkə Allah tərəfindən seçilərək əziz Peyğəmbərimizə əmr olunur ki, bu vilayəti Əli əleyhissalamı insanlara çatdırsın. Bu da ikinci məsələdir. Üçüncü məsələ bundan ibarətdir ki, ayədə də buna işarə olur. Əziz Peyğəmbərimiz də Qədir xütbəsində ona təkid edir. O da bundan ibarətdir ki, əgər əziz Peyğəmbərimiz baxmayaraq ki, 23 il gecə-gündüz zəhmət çəkdi, risaləti, təvhidi, dinin, Qur'anın müxtəlif məarifini, həqiqətləri insanlara çatdırsın, amma sonuncu məmuriyyəti,
yəni Həzrət Əli əleyhissalamın imamət və vilayətini çatdırmasaydı, sanki Allahın risalətini çatdırmamışdır. Bu o qədər önəmlidir ki, bu məsələni çatdırmamaq bərabərdir ümumiyyətlə əziz Peyğəmbərin risalətinin heç olmağına. Bu da məlum məsələdir ki, əziz Peyğəmbərdən sonra əziz Peyğəmbərimizin özü kimi məsum, elm baxımından yüksək elmə malik olan bir şəxs lazım idi ki, Peyğəmbərimizin gətirdiyi Qur'anı, dini məarifi qorusun və olduğu kimi insanlara çatdırsın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.